Mənim məktəb illərim müharibə vaxtına düşüb. Bir gün dərs vaxtı acımdan huşumu itirdim. Sinif rəhbərimiz Züleyxa xanım öz çörək payımdan kəsib məni yedizdirdi. Müəllimlikdən başqa bizə analıq da eləyirdi. Alverov, sizin sinif rəhbəriniz heç yadınızdadırmı? Əlbəttə yadımdadır. Onun adına qurban olun, Sola xanım. Babaev, bəs siz? Конечно, помню. Нелли Шумиловна. Но она, к сожалению, сейчас живет в Израиле. Pəhlivanov, bəs siz necə? Sinif rəhbərim Fərxad müəllim. O vaxtdan artıq 30 il keçib. Amma indiyənə qədər onun yanına geyirəm. Müəllimə xanım, Təbaşir xanım, mənə diqqətlə qulaq as. 30 ildən sonra sizin kimi müəllimlərin yanına nəinki gəlməyəcəklər, heç adınızı da yada salmayacaq.